Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Artık Ramazan ayı bitmiştir. Ramazan ayının sevincini, saadetini bayram keçirerek qeyd etmekteyiz. Bəs bayram nedir? Bayram itaatlerin kabul olduğuna dair kalbimize Allah-u Teala'dan bir işaretin gelmesidir. Bayram günahların ve hataların bağışlanmasıdır. Bayram pis emellerden yaxşı emellere dönmektir. Bayram günahların savaba çevrilmesidir. Bayram yüksek derecelere qovuşmağın müjdesidir. Bayram rütbelere, yaxşılıqlara, ərmağanlara və ikramlara nail olmaqdır. Bayram qəlbin iman nuru ilə genişlənməsidir. Bayram qəlbin yəqin qüvvəti ilə qüvvətlənməsidir. Bayram onda ortaya çıxan bəzi əlamətlərin sükunətlə qəlbinə enməsidir. Bayram qəlbində hasil olan ibadətdən meydana gelmiş nurların, o genişliklerin denizinden ləpələrin dilə vurarak dildə fəsahetin ve bəlağətin meydana gelmesidir. Ve bu məziyyətləri özündə toplayan, ihtiva eden bir bəxtəvər qulun bu məziyyətləri ömrünün axırına qədər en azından gələn Ramazana qədər qoruyub saxlamasıdır. Bu səbəbdən də möminlərin əmiri Peyğəmbər Aleyhisselamın yari-gari Həzrəti Əbu Bəkr Siddiq radiyallahu anh buyurur ki, günah işlənməyən hər gün bayramdır. Bəli, bu Ramazan ayında qullar üç yerə ayrıldı. Bəzilər onlar ki, Ramazanın haqqını verdilər ve lazımınca itaat ve ibadetlerini yerine getirdiler. Onlar Allah Teala'yı müqərrəb qullar oldular. Yaxın bəndələr oldular. Kıyamet gününde onlar ərşin kölgesinin altında toplanacaqlar. Güneşin hərarətini və sorğu-sualın əziyyətini çəkməyəcəklər. Qabaqlarına cənnət sürəsi səriləcək, üstündə ənvai çeşid nemətlər düzüləcək və xalqın sorğu-sualdan azad olunması ve cennete girilmesini gözleyecekler. İkinci grup insanlar ise bunlar oruç tutsalar da, Müslüman olsalar da Ramazanın lazımınca, layıqınca qədrini bilmeyen şəxslər olacaqlar. Bunlar yaman işlerini yaxşı işlerine karıştıran insanlardır. Hansı ki Allah Teala bizlere Ümmət Muhammed demişti, oruç tuttuğunuz halda qeybət eləməyin, yalan danışmayın, səsinizi yüksəltməyin, insanlarla yaxşı keçinin, itaat ibadətləri lazımınca, layiqincə yerinə yetirin, bu ibadət edin, bu zikirdə eləyin, buna diqqət yetirin, bu günahları işləməyin deyərək bildirmişti. Oruç Müslüman olsa da, bunlar lazımınca, layiqincə yerinə yetirməsə də, onlar gözlem mövqeyində olacaqlar qiyamət günündə. Və cənnətdə əgər bu səhvləri etməsəydilər, əldə eləyəcəkləri o məqamları, o nemətləri qiyamət meydanından seyr eləyib, etmiş olduğu səhvlərin intizarını, peşmanlığını çəkəcəklər. Üçüncülər isə onlardır ki, onlar Allah-u Teala'ya qarşı küfürdə, şirkdə, üsyanda, etirazda olublar, inkar ediblər, bəhanə gətiriblər və bu insanlar da qiyamət günündə eyvah deyərək başlarına döyəcəklər, amma o peşmanlıq onlara heç bir fayda verməyəcək. Və bayram günü, bayram nədir? Bayram günü möminlərdə qəribə hallar olur. O hallardan biri budur ki, hər dəfə bayram gündə tikəsini ağzına aparanda sanki orucu pozulmuş kimi özünə bir narahatçılıq, diksinmə hiss eləyir, amma sonradan yadına düşəndə ki, bugün bayram gündür, o oruclu deyil, artıq Ramazan üçün darıxmağa başlayır.
axşam azanında hər gün ki iftar eləyibdir, artıq iftar üçün darıxmağa başlayır. İftar saatlarında möminlər bir-birlərinə qonaq gediblər, onun üçün darıxmağa başlayır. İşa namazına məscidə gedəndə və yaxud da ki, canamazını atıb evində tutalım ki, qılırsa, artıq təravih namazını qılmayacağına təəssüflənir. Beləliklə, Ramazan üçün darıxmağa başlayır və gələn Ramazanı intizar etməyə, gözləməyə başlayır. Bəziləri də ağlayırlar, bunun təəssüfünü çəkirlər. Nə olsaydı, bütün il Ramazan olsaydı deyib düşünürlər. Allah-u Teala mükafatlanan və cəzalanan şəxslər barəsində Qur'an-ı Kərimdə buyurur ki, Əuzu billahi mineşşeytanirracim və yevme yaqumus saatu yevme izin yetefərraqun. Qiyamət qopacağı gün, həmin o gündə möminlərlə kafirlər bir-birlərindən ayrılacaqlar. Dünyada hamımız bir yerdə yox, qarışıqlıqdır. Amma qiyamət günündə bunlar ayrılacaq. Ayrılıb nə olacaq? Fəriqun fil cənnə və fəriqun fis səir. Bir firqə, bir cəmaat, bir topluluq cənnətə, bir firqə isə cəhənnəmə, səirə gedəcəkdir. Və kimin hara gedəcəyi bayram günündə müəyyən olacaq. Özünə, əgər özündə bayram əhval ruhiyyəsi varsa, özünü şadlıq, Ramazanın firavanlığı, rifahı içərisində hiss edirsə, bəli, o insan cənnət əhlisidir. Bir insan özündə, həyatında, ailəsində Ramazan sevinci yoxdursa, o sadəcə olaraq, məsəl üçün, cəmaatdan geri qalmasın deyə nəsə eləyir, ya eləmirsə, və ya ümumiyyətlə inkarçı birisidirsə, qətiyyən onun həyatında Ramazan yoxdursa, onda yeri isti ölkələr olacaq. Allah Teala bizləri insanlar fərqləndikdə salih qulların cərgəsində olmağı nəsib və müyəssər eləsin. Bu səbəblə bütün xalqımızı, bütün ümməti, bütün dostlarımızı Ramazan ayının Fitr bayram münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək olsun. Allah Teala gələn Ramazana və bundan sonra çox illər Ramazana qovuşmağı nəsib və müyəssər eləsin. Esselamu aleykum və rəhmətullah.